Müəyyən kodlaşdırma sistemində hər bir simvol 16 bit yer tutur. Bu Unicode kodlaşdırma sistemidir. Bu kodlaşdırma sistemində bir simvol yaddaşda 2 byte, yəni 16 bit yer tutur. Bunu qeyd etdim. Bir simvol 2 byte'dır. Bu sistem ilə kodlaşdırılmış informasiya 4 səhifədən ibarətdir. Aşağıda həmin səhifələri qeyd edirəm. Birinci, ikinci, üçüncü və dördüncü səhifə. Və deyir ki, hər səhifədəki informasiyanın həcmi özündən sonra gələn səhifədəki informasiyanın həcmindən 3 dəfə azdır. Yəni, bu x-dırsa, digəri 3x-dır. Çünki deyir ki, hər bir səhifə özündən sonra gələndən 3 dəfə azdır. Deməli, bu 9x-dır, digəri də 27x-dır. Və bizə deyir ki, bunların bir yerdə həcmi 6400 byte-dır. Onda bunları cəmləyirəm. X-dır, 3x-dır, 9x-dır və 27x-dır. Bunların hamısını bir yerdə cəmi edir. Sağ tərəfdən yazıram 40x və bunu bərabər edirəm 6400 byte-a və buradan cavab alınır 160 byte. Biz x-i 160 byte tapdıq. Bizə deyir ki, birinci və üçüncü səhifədə olan birincidə və üçüncü səhifədə olan simvol sayını müəyyən edin. Biz hər bir səhifənin həcmini tapa bilərəm. Məsələn, 1 ilə 3-ü istədiyinə görə yalnız bunları tapıram. Tapdım ki, x 160-dır. Yəni, birinci səhifənin həcmi 160 byte-dır. Üçüncü səhifənin həcmi də, deməli, bunu 9-a vurmalıyam. Bu da eləyir 1440 byte. Amma bizdən həcmi yox, simvol sayını istəyir. Simvol sayı Unicode-da olduğuna görə bir simvol 2 byte axı. Və sonda 160 byte birinci səhifədə olan 160 byte neçə simvol olacaq? Cavab olacaq 2-yə bölürəm. Cavab olacaq ki, birinci səhifədə 8 dənə simvol var. Və eyni şəkildə 3-cü səhifəni də tapa bilərəm. 3-cü səhifənin həcmi 1440 byte-dır və bunu simvola çevirmək üçün 2-yə bölürəm. Bu da cavab olacaq 720 simvol. Deməli, birinci səhifə və üçüncü səhifədə olan simvolların sayını müəyyən edin. Doğru cavab olacaq 80 ilə 720.